Tanıyıram sizləri Xırdalan şəhərində, məktəbin tam yaxınlığında 2 mərtəbəli, 3 otaqlı, qoşudaşla inşa edilmiş, təcili satışa çıxmış gözəl bir həyət evindən salam olsun sizlərə. Təqdimat edirəm sizlərə gözəl, geniş, ölçüyə malik qonaq otağımızdan. Dəyərli izləyicilər, evimizlə məktəbin arası cəmi 20 metr məsafədədir. Yəni 21 metr deyil, 20 metr məsafədədir. Qaz, su, işıq daim fasiləsizdir, mərkəzli kanalizasiya sistemidir. Evə gələn yol asfalt yoldur. Heydər Əliyev prospekti ilə arası 250 metrdən məsafədədir. Görürüz, belə bir səliqəli, gözəl qonaq otağımız var. Evimizin həyəti də var, yerdən kürsülüdür. Bura evimizin əsas giriş qapı hissəsidir. Əsas girişdən daxil olarkən sağda qalır sanuzel. Birinci mərtəbənin sanuzeli. Solda qalır böyük mətbəx qalanımız, koridordadır. Görürsünüz, belə bir mətbəximizdir. Normal genişlikdə, normal qaydada. Videonun sonunda sizlərə mən dəyərli dostlar, evin həyətini təqdim edəcəm. İkinci mərtəbəyə çıxış pilləkəndir. Pilləkənin alt hissəsi artıq veşləri yığmaq üçün dolabdır. Dəyərli dostlar, satışda sizin də mülkləriniz varsa bizə müraciət edə bilərsiniz. Tez bir zamanda İstər satılmasında, istər alınmasında sizlərə köməklik göstərə bilərik. İkinci mərtəbəyə çıxış pilləkənimiz belədir. Görürsünüz, ikinci mərtəbəyə çıxış pilləkən. Çox gözəl, çox əla təmirli, geniş otaq saylarına məxsus 2 mərtəbəli həyət evidir. Baxın, əsas da bütün pəncərələrin qarşısında heç bir maneə yoxdur. Tam açıqlıqdır. Baxın, böyük yataq otağımız, görürsünüz, normal genişlikdə əla yataq otağı. Burada üçüncü otağımız 2 mərtəbədən 3 otaqdan ibarətdir, dəyərli izləyicilər. Görürsünüz, normal genişliyə malik yataq otağı. Düşək indi isə evin həyətini sizlərə təqdim edeyim. Bu bizim dəyərli dostlar, evimizin həyətidir. Normal belə bir kiçik ölçüyə malik həyətimiz var. Stol qoyub oturmaq olar, özünüz üçün. Bir daha deyirəm, evimiz məktəbin tam yanındadır. 2 mərtəbədən 3 otaqdan ibarətdir. İdealın idealıdır. Çöl görkəmimizdə baxın belədir. Gözəl belə bir çöl görkəmimiz var. Diqqətinizə görə təşəkkür.